Hansı cərgədəki sözlərin hamısında isə köməkçi sözü idi köməkçi sözündən sonra işlənmişdir. Bilərdisə. Bilərdi sözündə sözün kökü bil, ər qeyri-qəti gələcək zamandır, di idi hissəci idi, sə də isə hissəci idi. Bir sözdə iki zaman şəkilçisi olmaz. Demək, ər qeyri-qəti gələcək zaman şəkilçisidirsə, di idi hissəci idi, sə də isə hissəci idi. Eşidirdisə, eşit sözün kökü, ir indiki zaman şəkilçisi, di idi hissəci, sə isə hissəci. Oturacaqdırsa, otur sözün kökü, acaq qəti gələcək zaman şəkilçisi, d idi hissəci, sa isə hissəci. Demək, elə cavabımız olmalıdır A variantı. Digərlərinə baxaq. Oxuyarlarsa, oxu sözün köküdür, y bitişdirici samitdir. Ar qeyri-qəti gələcək zaman şəkilçisidir. Lar şəxs sonluğudur, sa isə hissəciyidir. Burada isə hissəci işlənibdir, amma idi hissəciyindən sonra yox, lar şəxs sonluğundan sonra artırılıb. Bildisə, bil sözün köküdür. Di burada idi hissəci yox, keçmiş zaman şəkilçisidir. Şuhidi keçmiş zamanın şəkilçisidir. Demək, idi, imiş, isə hissəciklər birbaş feilin kökünə artırıla bilməz. Sə burada demək isə hissəci idi. Zaman şəkilçisindən sonra artırılıbdır. Yazacaqdırsa, yaz sözün kökü, acaq qəti gələcək zaman şəkilçisi, d idi hissəci, sa isə hissəci idi. Yazacaqdırsa, yenə C variantında da eyni sözü veribdir. Görmüşdürsə, gör sözün köküdür, müş keçmiş zaman şəkilçisi, dü idi hissəci, sə isə hissəci idi. Aldısa, al sözün köküdür, d keçmiş zaman şəkilçisi, sa isə hissəci idi. Yazdısa, yaz sözün kökü, d keçmiş zaman şəkilçisi, sa isə hissəci. Baxdısa, bax sözün kökü, d keçmiş zaman, sa isə hissəci. Bildisə, bil sözün kökü, di keçmiş zaman, sə isə hissəci. Alacaqdırsa, al sözün kökü, acaq qəti gələcək zaman şəkilçisi, d idi hissəci, sa isə hissəci. Görmüşsə, gör sözün kökü, müş keçmiş zaman şəkilçisi, sə isə hissəci. Yazdısa, yaz sözün kökü, d keçmiş zaman şəkilçisidir, sa da isə hissəci idi. Demək, doğru cavabımız oldu A variantı.